Salam dostlar, mən sizin üçün market vloqu çəkmişəm. Anamla atam alış-veriş eləyənə qədər mən sizə göstərirdim. Burada mən gedirəm nəsə axtarmağa. Gedirəm. Burada isə mən bu addeldə nəsə baxıram, seçirəm falan. Baxıram. Və gəlirəm. Burada isə mən sizə Roltonun addelini göstərirəm. Belə burada isə makaronlar falan. Belə. Burada isə şirniyyat yeridir. Belə Barney, Oreo, Milka falan. Burada isə mən sizə fotosessiya yerini göstərirəm. Bu belə bir qəşəng düzəldiblər, çipsi falan. Burada isə mən sizin üçün bu addeli göstərirəm. Qiymətlərin zadını falan. Jelibon falan. Burada isə mən sizə sok addelini göstərirəm. Burada çoxlu soklar var. Bu isə şirniyyat addelidir. Burada kilo ilə yığa bilərsiniz işte. Belə. Mən burada dostlar bir buket görmüşdüm, onu indi axtarıram. İndi tapsam sizə göstərəcəm indi. Mən tapmışdım. Вот. Mənə əslində bu hamısı çox qəşəngdir. Mən əslində rozva istəyirəm. Rozva qəşəngdir. Sizdə hansı qəşəngdir? Burada mən sizə belə göstərirəm şirniyyatları falan. Burada mən sizə danışıram. Məsələn, yəni abunə olun, abunə olmağı unutmayın. Videonun altına like qoyun obязательно. Mən isə burada gəzə-gəzə nəsə axtarıram. Mənim atamla anam meyvə yerindən falan nəsə götürürdü. Mən isə öz istəyimi götürürdüm. Və yaxud baxırdım, yəni də belə deyim. İndi də mən sizi fırladıram burada. Use baby right now. Belə gəzirik, eləyirik falan. Bu video sizə xoşunuza gəlsə, obязательно mənə deyin. Mən belə çoxlu videolar belə çəkeyim ki, sizə xoşunuza gəlsin. Burada mən belə addeldəyəm. Bunlar belə boğaz üçün, məsələn, belə ağız atmaq üçün şeylərdən, necə deyim, konfet kimi. Burada mən maşın kimi gəlmək istəyirəm. Bu Bueno addelidir. Mənim ən sevdiyim Bueno Kinder. Burada çoxlu belə addellər var, dadlar falan. Dostlar, obязательно mənim şərhlərimin altında yazın. Nə videosu çəkeyim və yaxud nə video sizə lap çox xoşunuza gəlir. Məsələn, rəqs, nə bilim, və yaxud gülməli belə komediya zat belə videolar. Nə xoşunuza gəlirsə yazın və plus yazın hansı video. Məsələn, alış-veriş videoları xoşunuza gəlir, yoxsa nə bilim rəqs və yaxud başqa şey. Любой şey yazın, mən o şərhlərdə baxıb, videonu seçib, onu eləyəcəm. Obязательно hamısını eləyəcəm düz, amma baxacam da hansı mənim xoşuma gələcək. Onu da mən video çəkəcəm. Ona görə də mənim kanalıma abunə olmağı unutmayın ki, məni tapa bilərsiniz. Abunə olsanız məni tapa bilərsiniz, yəni. Hansı video xoşunuza gəlirsə, onu şərhin altında yazın, mən obязательно baxıb deyəcəm. Любой videonun şərhinin altında yazın, yəni. Mən baxıb deyəcəm sizə. Вот, və çəkəcəm. Burada mən belə kuklaları göstərirəm. Çox qəşəng kuklalardır əslində. Həm də Novruz bayramına aid belə çoxlu falan şeylər vardı. Belə iqruşka, nə bilim sveçka, qablar zadı. Burada belə nə deyim, nəsə. Bu da belə qəşəng. Çox qəşəngdir əslində. Çox qəşəng düzəldiblər. Mən çox bəyəndim. Baxın nə gözəldir, ay Allah. Onların belə qabının üstünə yapışdırıblar
və orada saxlayır. Buradasa çox qəşəng meyvə yeridir. Yəni şirniyyatdan başqa burada meyvə yeri də var və belə bir şey instrumentlər gəlir hər dəfə. Mən o biri yay getmişdim kokteyl soku içməyə. Mən bananlı seçmişdim. Mənim qardaşım qarpızlı seçmişdi. Mən bacımsa şokoladlı seçmişdi. Çox dadlı idi əslində, düzünü deyim. Və biz mini aldıq ki, yəni də mini aldıq hamımıza. Amma əslində mən sizə deyim, mən mini ilə doydum çünki yəni doyuzdururdu da, yəni belə deyim. İndi isə belə zavod kimi sümüçkalar gəlibdi. Orada yəni istəsəz istəyə bilərsiniz də, yəni belə. Burası belə Haribo, nə bilim, başqa şeylər var. Və özdə falan başqa falan bir şeylər var. Yəni də başqa dad, başqa vid, məsələn diş formasında, mişka formasında falan. Burada böyle piçenyalar, belə piçenyasına çinkalarla, başqa dadlar falan, vafli. Burada sabah belə mən keks tapmışdım, Dubai şokoladlarından. Mən əslində bunu yemişəm, bir dəfə də yoxdur, yəni çox yemişəm. Və mən sizə yəni deyim, dadlıdır, doyuzdurucudur, qəşəngdir. Yəni istəsəz ala bilərsiniz. Burada da belə bomba kimi, qranat kimi belə şeylər var. Belə marmeladlar falan, çox qəşəngdir əslində. Belə çöçə kimi belə şeylər var falan. Abunə olmağı unutmayın. Mən sizin üçün hər gün video çəkirəm. Siz də mənim üçün bir dənə knopkaya basın və like qoyun. Fiso, yəni mənim istədiyim bir dənə də odur. Fiso, yəni belə. Burada belə şirniyyat şeylər var idi. Hamısının üstündə qiymətləri falan var. Yəni istəsəz alıb gələ bilərsiniz. Burada da mən ən sevdiyim yumurta kimi şokoladlar tapmışdım. Kilosu 7 manat 50 qəpikdir. Çox dadlı da, bizə içinə götürün. Belə suxariklər. Burada mən sizə suxarik göstərirəm. Ən sevdiklərim və Lay's chipslərim. Belə nə bilim, limonlu, lime'lı, krablı, nə bilim, çoxlu vidləri var. Abizə çıxılda mənim şərhlərimin altında yazın. Hansı mənim videomdan şirniyyatlar, çərəzlər, meyvələr falan nə xoşunuza gəldi yazın. Mənə də maraqlıdır, yəni. Yazın, mən də bilim. Burada belə fistaşkalar var. Fındıqlar, nə bilim falan da çoxlu belə şeylər var. Belə. Bu mənim ən sevdiyim acıldır, elə bil ki. Kilosu 5 manat 30 qəpiyə düşüb. Çox qəşəngdir. Belə gəzdik, eləyirik. Anamla atam alışveriş edirlər. Mən isə burada gəzirəm, sizin üçün video çəkirəm. Belə burada belə fruktovu kimi şeydir. İçində də belə jelibon kimi soklar var. Bu məsələn apelsin dadındadır. Apelsin remoyallı. Bu qarpızlıdır. Busa çernikalı. Oyqalbika. Bu da apelsinli, marakuya falan da. Yəni çox yaxşı bilmirəm adlarını. Yəni razı soklar var video üçün. Yəni belə kofelər var. Hər şey var, yəni mən sizə deyim. Burada da mən aceni tapmışdım dadlar. Burada belə vinaqrat dadında var. Bunlar mən uşaqlığımda içirdim. Çox dadlı bir şeylərdir. Belə. Burada M&M'slər falan var yanında. Burada mən sizə Snickers adeli göstərirəm. Belə razın dadlar falan, belə ağ şokoladlı var. Burada altında Snickers var. Burada mən sizlə sağollaşıram. Abunə olmağı unutmayın. Mən sizi sevirəm. Şərhlərdə yazın hansı video xoşunuza gəlir. Belə mən kəsiçkalar eləmişəm. Yaraşırsa yazın. Like qoyun. Şərhlərdə nə bilim yazın hər şeyi. Belə. Baka.